Müşteri bu beləsi stil istəyir, bax gördünüz. İndi bir dənə müştərinin göstərir burasını. Burasını göstər. Bax, görsən, eynidir. Prosta indi rəngi zadı fərqli olur ya, stil eynidir, gördünüz. İndi üstünü buranı göstərir qara. Bax, üstünün bu qat-qat olmağını da indi üstünü göstər. Üstündə kəsim eləyəndə öyrənəcəksən. Yaxşı qara. Qara kamera çəkməyi öyrədirəm ki, əgər bu sənəti öyrənə bilməsə, geçsinə sonra toylarda zaten kamera çəkəcəksən. Nəysə, istarırıq. İndi qara, bax, bunun qat-qat net elə, bax, bir dənə, baxın görüm haranı çəksin sən. Sən canım, gəl buradan tutma belə. Bir dənə buna diqqətlə bax, yox, istəmirik. Bir dənə buna diqqətlə bax, qara, bax. Bunu bir dənə ortadan ayırırıq. Mən eləyən yerləri göstərirsəm, məsələn, xalqa. Bunu belə ortadan bir dənə ayırırıq. Bax, bu tərəfini atdıq, bu tərəfə qalsın. Bu tərəfi qabağa bağlayırıq, bax. Bax indi, bax, buradan bir tutam götürdük. Buradan kəsdiyimiz, aşağıda kəsdiklərimiz saç var. Oradan da bir tutam götürürük. Bunların ikisindən bir dənəsini götürürük. Və çəkirik, bax, belə. Başdan 90 dərəcə özümüzə. Baxın. Çəkirik. Orada kəsdiyimiz saçlara çatanda, bax, burada kəsdiyimiz saçlara çatanda dayanırıq. Bax, çəkirik. Sən başı tərpətməməlisən, yaxşı? Bax, burada kəsirik bunu. Niyə burada kəsirik? Çünki bu saçlarla eyni olsun. Buradan qat-qat gələsi daxı. Qabağını qat-qat istəyib, bax. Növbətlikdən tutam götürürük. Bu dəfə son kəsdiyimiz saça birləşdiririk. Baxın. Son kəsdiyimiz saç buradadır. Baxın, burada görsənir. Görə bildin? Görünür. Sən deyirsən, başqa yerə çəksən, mən səni qovacam. Yoxsa izləyicilərim deyiblər, gördün, buradan kəsdik. Bu dənə bu dərəcəni göstərir düzdür, deyil. Bax, belə kəsməlisən, ha. Oranı göstərmə. Bax, buranı göstər, belə. Bax, belə kəsməlisən. Belə kəsmək olmaz, ya da ki, belə kəsmək olmaz. Bu kəsimdə, bax, belə kəsməlisən. Düz 90 dərəcə özünə çəkərək. Bir dənə də tutam götürürük. Yenə də ən sonuncu kəsdiyimiz saçla bərabər ölçüdən kəsəcək. Baxın. Oradan kəsirik. Çox mükəmməl şəkildə baxın, gördünüz. Ay, bir dənə saç bıraxdım deyəsən. Hardansa saç. Heç. Mən ay deyən kimi klient qovur. Bir dənə də götürürük son, bax, ən ortaya qədər. Ondan sonra kesib o tərəfdən eləyəcək. Başa düşdü. İndi bunu da eləyib, mən ən axırda göstərəcəm bu Brad Pitt'in uzun saç olan vaxtının modelini gör qardaşımıza necə uzun vaxtdır da. Çox qəşəng. Məncə əla oldu, hə? Super.